Herkese selam dostlar. Uzun bir aradan sonrasından yeni bir videoda gelmiş dostlar. Uzun bir ara geçti. Zırtı pırtı mırtı çok oldu. Ve bir ayda deyəsən təzə bir video gəlmir. Və yaxud e-futbol bəlkə də bir daha çoxdur. Səsim biraz batmış ola bilər, biraz kripəm, üzürlü sayım. Bugünkü videomuzda bu yeni gələn paketin içərisindən açıb olmanı çıxartmağa çalışacağıq və yaxud digər oyuncular da çıxsa olar. Əgər qırmızı paketə çıxsa sonra danışa bilmirəm. Sonra mavi paketə keçirik. Bu arada sizlər də videonu bəyənib kanalımıza da abunə olmağı unutmayın. Biz başlayaq qırmızı paketdən. Bu arada bu düzgün çıxanda içindən şey olur. Rəngli olur. Bir dənə belə şey açılır. Yuxarıdan sarı bir şey çıxır. Mavi çıxanda içindən heç nə çıxmır belə. Belə çıxır, amma içərisi sarı rəngdə yananda nəsə götlü başlı bir şey çıxır. Hal-hazırda 2 paketdən heç nə çıxmadı. Üçüncünü açırıq. Bu arada Makalisteri açmazsan çünki zaten bir dənə kart var. Baxın, qəşəng bir şey çıxacaq. Başı bu çıxdı, ona görə qəşəng bir şey sayılır. Bizə sadəcə zırtı pırtı coins verdi. Yəni o qədər paketin içindən çıxanlar bunlar mı oldu desəz, bunlar oldu. Yəni başqa bir şey olmadı. Buradan gəlirik. Nə açırıq? Bunu açırıq. Kim gəlsin? Müdafiəçiyə həqiqə ehtiyacım var. Bəlkə də Schlotterbeck gələ bilər. Baxın, Schlotterbeck, Merk gəldi. Şimdi başı tüklüdür. 95 ofansif. Kenan Ulduz Yıldız 97 rating ofansif orta saha. Bəlkə kimi gördün Kenan, yoxlayarıq səni bir oyun. Bir də Aurelian Tchouameni lazımdır deyə bunu da buradan belə açmaq ehtiyacım var. Bunları niyə görə oynamamışam özüm də bilmirəm. Yəni Tchouameni gəlsə yaxşı olar. Tchouameni sıxdıq. Tchouameni oxşamır bu. Tchouameni'nin dal ayağıdır bu. Allah senin belanı versin. Allah senin bin belanı versin. Amcık! Aa, Nazlı. Nazlı hey! Charlotte. Kafa. Yaxşıdır. Charlotte'dan da xoşum gəldi. Charlotte iyidir, esmərdir. Heyətimiz bu şəkildə idi, amma indi dəyişikliklər edirik. Kenan Yıldız gəlib, yaxşı eləyib gəlib, özü bilər. Kimin yerinə qoyaq bunu burada? Bunu çıxardaq, bunu qoyaq. Gizli forvetdə qalsın. Bu arada boşluq kollayandı, bilmirəm. Yəqin ki, yaxşı olar. İkincisi də alınma sırası deyək. Charlotte'u qoyaq. Ya da Charlotte'u qoyuzduraq. Bu arada mən dizilişimi dəyişdirmişəm, artıq belə oynayıram. Bunu bu tərəfə çək, bunu buraya itir. Bu arada artıq diziliş bu şəkildədir. Belə oynayıram. Səbəbini soruşmayın, yəni səbəbi mən də bilmirəm. Sadəcə belə oynamaq daha kayf verdir. Bəli dostlar, hal-hazırda gəldik. Bu arada burada oynayacağız çünki klasmanda çox gerilərdəyəm. Həm də bunu keçməyə çalışaq. Maksimum maç sayıları var. Online mı oynayırıq bunu? Mən bilən online oynayırıq. Etkinləyənlərə arama online'dır. Mən müdafiədə Skriniarı işlədirəm. Oyun Skriniarı gətirim. Yəni Skriniar. Ya koram ya da yoxdur Skriniar. Var Skriniar. Burada işlədirəm. Prosto birini çıxartmalıyamsa o da bu olacaq. Skriniarı bura qoyacağam. Kalecidə əgər alçaq degaj varsa sürətli bir şəkildə oyun başlada bilir. Bu arada yəni Edersonda səhv eləmirəmsə həmin o Pososhihui alçaq degaj var və o alçaq degajın yəni belə deyək şotuna çox sürətli oyun başlada bilir həqiqətən. Oyuncular niyə hamısı eyni formdadır desə bu oyunun özündə seçir. Rəqib savunma
ufak tefek aksilikler. Bojan Krkic. Rəqib Krkic'dən başlayacaq. Krkic başladı. Mateusz ortaya doğru geldi. Buradan keçdik. Ara pası Kenan. Oo, genius. Absolute genius. Kenan neynədi ala? O Frimpong qəşə keçirmişdi bu arada. Sadəcə tək problem o idi ki, buradan Vitinha attı. Kenan. Kenan Yıldız. Kenan. Məşqimiz deyir, belə verilişə. Şaşana danışsın. Belə verilişə. Arat bir şey bana. Vitinha var. Əşrəf Hakimi döndü. Ortadan attık, artık geçirdik biz bu topu. Buradan Kenan. Kenan attı. Charlotte. İkinci topu da Charlotte cüpüyor qapıya. Alexander Charlotte rəqib də oyunu tərk edir. Keçdik. 1000 e-futbol puan aldıq. Qualifier 1'i keçdik. 1 puan hedefleyin. 3 puan hedefleyin yani. Ha? Başaramadık abi. Neyi başaramadın amına koyayım? Oyunu kazanın. Bu kadar basit. Gördünüz mü necə İngiliz dilim var? Ha. Skriniar. Bir dəqiqə düzə bilməyəcəksən. Rəqib 3104'dü, bizdə 3084. Yəni bu nə deməkdir? Bizdən 20 daha çoxdur. Nə olsun? Yəni əslində çox da gücün bir önəmi yoxdur. Əsas oynaya bilməkdə. Əgər rəqib güclü oynayırsa, vay sizin halınıza. Oy belə. Ancaq cınaq oynayır bu. Bu nədir? Bir dənə stoper var, o da Hüseyin'dir. Nə deyir burada? Carreras, Lionel Messi. Oy. Anthony Guat. Charlotte. Carreras. Anthony Guat. Gordon gəlirdi buradan, qəşəng aldı. Carreras. Charlotte, oy. Nəyi çıxardır qapçı? Nələri çıxardır qapçı? Skriniar. Qapçı. Qapıda kimdirsə Skriniar. Onun da zərbəsini çıxardır bu qapçı. 6 pas deyək. Ötürdü içəriyə doğru. Charlotte, akrobasiya qalxır Charlotte. Skriniar. Bu yüzüne sendim. Bedbaq uşağı bedbaq. Ne gündəsiniz sizə? Bu sənin yüzüne. Guat. Qəşəng aldıq buradan. Antony'ya bir ötürmə. Antony. Ötürür Charlotte. Dilmarko. Axır ki Dilmarko vurur. Sen cicdollaqsan, nə sən? Ötürərsən. Attın. Kenan Yıldız. Kenan. Ötürdü Carreras. Yine vurur.
Ay belə. Oy 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 Fizoli oy 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 oy. Geçtik. Qəşəngsən. Vitinha. Vitinha. Ah vuranmadı. Yine vuranmadı. Oy 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 oy. McAllister. Hüseyin atıp Jeremy Frimpong. Satarsan sattın. Oy 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 oy. Erling. Dijitallar Erling. Anthony uzaqlaşdır deyib. Yəni bayaq yazdı ki, uzaqlaşdır. Çox çətin vəziyyətlərdə topu uzaqlaşdır. Haaland qaçır. Nə oldu? Elə bir dünya kubokunu qazandılar. Vay. Çox sevinirlər. Nə sevinirlər. Bunlar rəqib Rusiyimi, Arabiya, Sadrunu, Sudruvayak, Arabiya. Hə, Süd Ərəbistan, nəysə. Rəqibin heyətinə baxaq. Elə Dalboyev belə oynayırmış, belə də oynayır. Bu götvərəni nə oynatmısan ki, o qaranı? Onu mən çıxardamadım. Çıxarsam həmişə onu oynadaram heyətdə. Yəni fiziksəlliyi çox üstündür. Nəsə dostlar, videomuz bu qədərdir. Videomuza like atıp kanalımıza da abone olmayı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun dostlar.